Aprel 2025-dən bəri İsrail Suriyadakı hədəflərə 988 hava artilleriya zərbəsi vurub. Bu, Əsədin son 7 ilindəki cəmi zərbə sayının demək olar ki, 3 qatıdır. Eyni vaxtda Türkiyə Hələb-Hama xəttində hərbi baza qurmaq planını irəli sürüb, lakin İsrail məhz nəzərdə tutulan bazaların yerini bombalayandan sonra Ankara yerləşdirməni dayandırıb. Aprel 2025-də Vaşinqtonun təkidi ilə Ankara-Təl-Əviv arasında dekonfliction mexanizmi quruldu. Maraqlıdır ki, bunun vasitəçi məhz Azərbaycan oldu. Avqust 2025-də Fidan açıq mətnlə dedi: İsrail bu qaranlıq mənzərənin ən böyük aktorlarından biridir və Suriyanın xaosa sürüklənməsinin İsrailin milli təhlükəsizlik prioritetinə çevrildiyini iddia etdi. Bu qədər sərt ritorikanın arxasında nə dayanır? Səthi baxışla sadə görünür. İki regional güc Əsəddən sonraki Suriyada nüfuz uğrunda yarışır. Amma bu izah çox primitivdir. Əgər sadəcə nüfuz yarışı olsaydı, niyə məhz indi? Məhz bu intensivlikdə partlayır. Məsələ burasındadır ki, bir tərəf öz adından danışmır. Türkiyə özünü güclü, mərkəzləşdirilmiş Suriya dövləti layihəsinin himayəçisi kimi təqdim edir. Amma əslində bu real olaraq Ankaranın Osmanlı sonrası nüfuz sahəsini bərpa etmək cəhdidir. İsrailin Daxili Təhlükəsizlik Komitəsinin hesabatında bunun adı birbaşa qoyulub. Türkiyənin Osmanlı imperiyasının əzəmətini bərpa etmək istəyir. İsrail isə təhlükəsizlik deyəndə əslində Suriyanın əbədi zəif və parçalanmış qalmasını nəzərdə tutur. Bu, Əsəd dövründən qalma köhnə doktrinanın davamıdır. Sadəcə indi İran sözü Türkiyə ilə əvəzlənib. Niyə məhz İran yox, Türkiyə? İran geri çəkilib. Bu danılmaz faktdır. Amma boşluğa kim doldu? Cavab gözlənildiyi kimi xaos yox, intensiv institusionallaşma oldu. Türkiyə Suriya Milli Ordusunu 3 konsolidə edilmiş diviziyaya bölərək Kürd SDF-i də bu struktura inteqrasiya etməyə nail oldu. Yanvar 2026-da Əş-Şəra ilə Abdinin atəşkəs sazişini bağlatdırdı. Bu, İsrail üçün İrandan da təhlükəli model idi. Çünki İran Şiə milisləri ilə işləyirdi. Parçalanmış, idarə olunması nisbətən asan bir şəbəkə yaradırdı. Türkiyə isə əksinə mərkəzləşdirilmiş, nizami orduya malik, NATO təcrübəsi olan bir dövlət qurmağa çalışır. Bu, İsrail üçün sərhədində kiçik Türkiyə deməkdir. Parçalanmış İran milislərindən qat-qat çətin idarə olunan formatdır. Məhz buna görə İsrail 2025-ci ilin sentyabrında Türkiyənin Homsun cənubundakı anbarlara göndərdiyi raketləri və hava müdafiə sistemlərini bombaladı. Avqustda isə Dəməşq yaxınlığında Türkiyənin yerləşdirdiyi iddia edilən kəşfiyyat avadanlığını ələ keçirdi. Bunlar təsadüfi insidentlər olmamaqla yanaşı sistemli, hədəfli mesajdır. Sən burada sərt struktur qura bilməzsən. Duruzlar və Kürdlər kimin kuklasıdır? İyul 2025-də Sveydada baş verən Duruz bədəvi qarşıdurmasında yüzlərlə insan həlak oldu. Diqqət yetirin. Dərhal sonra İsrail Suriya Duruzlarının himayədarı rolunu açıqca elan etdi. Hərbi əməliyyat keçirdi. Bu təsadüfi deyil. İsrailin israrla dəstəklədiyi parçalanmış Suriya doktrinasının praktik tətbiqidir. Əgər mərkəzi dövlət güclənə bilmirsə, Duruz, Kürd, Ələvi azlıqları daim öz himayəçisini axtarmağa məcburdursa, Türkiyənin vahid, güclü Suriya planı da reallaşa bilməz. Maraqlı haldır ki, Kürd SDF-nin məhz İsrail-Türkiyə gərginliyinin kəskinləşdiyi vaxtda qəfildən Şəra hökumətinə inteqrasiya razı olması heç də təsadüfi deyil. Bu, Kürdlərin artıq İsrail kartının uzunmüddətli perspektivdə özlərinə fayda vermədiyini anlamalarının nəticəsi idi. Hər halda Kürdlər tarixən böyük dövlətlərin oyun kartı rolunu yaxşı bilirlər. PKK, Türkiyə-İsrail üçbucağında dəfələrlə bu kartın necə işlədildiyini görüblər. ABŞ-nin rolu arbitr yoxsa gizli iştirakçı? Noyabr 2025-də Dəməşq yaxınlığında daimi ABŞ bazasının qurulması məhz Əş-Şəranın Ağ Evə səfəri zamanı rəsmiləşdirildi. Beləcə, Vaşinqtonun arbitr maskası altında əslində oyunun üçüncü ən güclü oyuncusu olduğunu göstərir. Niyə? Çünki yalnız fiziki olaraq Dəməşqin yanında dayanan bir
güc Türkiyə-İsrail toqquşmasını idarə edə bilən mövqedə olar. ABŞ-nin strategiyası ikiyüzlüdür. Bir tərəfdən Rubio aprel ayında Fidanla görüşərək dekonfliksiyonu təşviq edir. Digər tərəfdən isə məhz bu gərginliyin davam etməsi Vaşinqtona sərf edir. Çünki nə Türkiyə, nə İsrail tam güclənə bilmir. Hər ikisi ABŞ-nin arbitrliyinə möhtac qalır. Klassik tarazlaşdırma taktikasıdır. Heç bir tərəfin tam qalib gəlməsinə imkan vermədən hər ikisini özünə bağlamaq. Diqqətə layiqdir ki, Azərbaycanın bu mexanizmdə vasitəçi seçilməsi də təsadüfi deyil. Bakı həm Ankara, həm Tel-Aviv ilə strateji əlaqədədir və bu ona həm Türk dünyasında, həm də Qərb-İsrail oxunda əlavə çəki qazandırır. Bəlkə də gələcəkdə Azərbaycanın bu rolu daha da institusionallaşacaq. Xüsusilə əgər Ankara, Tel-Aviv gərginliyi kəskinləşərsə, üçüncü etibarlı kanal kimi Bakının çəkisi yalnız artacaq. Nəticə nə olacaq? Mənim fikrimcə bu qısa müddətli isti müharibəyə keçməyəcək. Hər iki tərəf bunu yaxşı bilir. Çünki açıq toqquşma hər ikisi üçün məhvedicidir. Lakin soyuq rəqabət forması uzun illər davam edəcək. Türkiyə tədricən, lakin israrla Suriya ordusunu öz modelinə uyğunlaşdıracaq. İsrail isə hər addımda qırmızı xəttlər çəkməyə davam edəcək. Əgər gələcəkdə Netanyahu hökuməti dəyişərsə, bəlkə də praqmatik bir görüş nöqtəsi tapıla bilər. Amma hələlik hər iki tərəf öz auditoriyasına güc nümayişi etməyə məcburdur. Əsl sual budur. Əgər Türkiyə-İsrail soyuq müharibəsi institusionallaşarsa, Qafqaz və Mərkəzi Asiyada bu hansı tərəfdaşlıqlara təzyiq yaradacaq? Əziz Əlibəyli, Namiq Abbasov, Today Press TV.